Ya Allah, Bismillahirrahmanirrahim. Esselamu aleyküm, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar, hər vaxtınız xeyir, cümləniz mübarək olsun. Deməli, canlıda belə bir mövzu oldu, TikTokdakı canlı yayımda ki, Yasin surəsinin hər ayəsi nəyə davadır, nəyə dərmandır. Orada həm burada bizi izləyən izləyicilər xahiş elədi ki, yadımızda qalmır. Bunu çəkib YouTube kanalında yerləşdirin. Bizim gözümüz üstünə. İndi bugün sizə Yasin surəsinin hansı ayəsi, hansı dərdlərə çarədir, bir sona qədər təqdim edəcəyik. Biraz uzun video olacaq, amma izləyicilərimizin istəyi bizim başımız üstədir. Ayələrin xüsusiyyətləri. Yasin surəsinin 1-ci ayəsi. Bağışlanılmaq və şifayət olunmaq üçün 142 dəfə Yasin kəlməsi deyilsin. 1-ci ayə, yəni Yasin. 2-ci ayə, nemətlərin artması üçün 100 dəfə 2-ci ayəni oxuyun. Yasin surəsinin 2-ci ayəsi. Dəli və yaxud cinc vurmuş şəxs üçün 131 dəfə 3-cü ayə oxuyub həmən şəxsə üfürülsün. Allah ilə dostluq etmək üçün sübh namazından sonra 100 dəfə 4-cü ayəsi oxunsun. Padişahları özünüzdən yuxarı vəzifə və mənbə sahiblərini ələ almaq üçün 40 gün müddətində sübh namazından sonra 5-ci ayəni oxuyun. Düşmənlərinizdə qorxu yaratmaq üçün 6-cı ayəni oxuyub, həm də yazıb yanınızda gəzdirməyi lazımdır. Tənhalıq və tənhalıqdan qorxursansa, ümumiyyətlə qorxu da varsa canında, həmən şəxs 100 dəfə 7-ci ayəni oxuya bilər qorxduğu zaman. Qəlbləri ələ almaq üçün 8-ci ayə üzüyə yazılmalıdır. Yəni, insanların qəlbinə təsir etmək üçün, onların istəhlisi olmaq üçün 8-ci ayə üzüyə alırsınız, yazdırırsınız zərgərə üzüyə. Düşmənləri dəf etmək üçün 9-cu ayəni ağ bibərə oxuyub oda atmaq lazımdır. Müşküllərin açılması üçün 10-cu ayəni göy sapa oxuyub qəbirstanda bastırmaq lazımdır. Dil bağlamaq üçün 11-ci ayəni köhnə qəbrin torpağını oxumaq lazımdır. Yəni, köhnə qəbirdən torpaq götürürsən, həmən qəbrə 11-ci ayəni oxuyursan, qaytarıb atırsan yerinə. Yəni, ümumiyyətlə, sənin haqqında kimsə arxanca pis danışmasın deyə olunan bir işdir bu. Yüksək vəzifəli insanların nəzərində izzət tapmaq üçün, yəni onların yanında hörmətli olmaqdan üçün 12-ci ayəni müşk və zəfəranla yazıb yanında saxlamaq lazımdır. Bəxtin açılması üçün 14-cü ayəni kağıza yazıb gülabla yumaq və içmək lazımdır. 13-cü ayəni zəfəranla yazırsınız kağıza, gülab suyuna qoyursunuz, içməli gülab suyuna və onu yanınızda saxlayırsınız, həm də ki içirsiniz. 2 dənə yazın da, birini zəfəran gülabla yazın, yanınızda saxlayın. Birini də yazın gülab suyuna qoyun, için. Qoturluq və alalığa qarşı 15-ci ayəni müşk və zəfəranla yazıb xəstə yanında saxlamalıdır. Difteriyaya qarşı 16-cı ayəni müşk və zəfəranla yazıb yanında saxlamaq lazımdır. Düşmənçiliyi aradan aparmaq üçün 17-ci ayəni yazıb yanında saxlamaq lazımdır. Sözə baxmayan şəxsi ram etmək üçün 18-ci ayəni sarı kağıza yazıb ona bağlamaq lazımdır. Çətin doğuşdan qorxusu olana qarşı 19-cu ayəni zəfəran gülabla yazıb suya qoyub onun suyun həmən hamilə qadına içirmək lazımdır ki, çətin doğuş olmasın. Övladı olmayan qadının oğlan doğması üçün 20-ci və 21-ci ayələri müşk və zəfəranla yazıb üzərində saxlamağı lazımdır. Xəstəliyə qarşı 23-cü ayəni yazıb suya atmaq və 3 gün suyunu içmək lazımdır. Qadınların çiləsinə görə 24-cü ayənin suyunda qüsl etməkləri lazımdır. Qızdırmaya qarşı 25-ci ayəni sapa oxuyub qızdırması olan şəxsin boynuna bağlamaq lazımdır. Ayaqdan qalmamaq üçün 26-cı ayəni yazıb ayağın topuğuna bağlamaq lazımdır. Yəni, ayaq itirilə bilərsə, şəkər və s. bu problemlərlə bağlı bu ayə yazılır, öz ayaqlarından cənnətə daxil ol ayəsi.
həmən insanın üzü içəri, yazı tərəfi üzü içəri topuğuna vurulur. Bel ağrısına qarşı 27-ci ayəni müşk və zəfəranla yazıb, beli ağrıyan şəxs yanında saxlamalıdır. Belin tutulması və süstlüyə, yəni tənbəlliyə qarşı 28-ci ayəni yazıb yaşadığın evin damına qoymaq lazımdır. Uşaqların yuxusuzluğuna qarşı 29-cu ayəni yazıb beşiyin altına qoymaq lazımdır. Yəni uşaq rahat yatmırsa, Yasin surəsinin 29-cu ayəsini yazdın, yastığının altına beşiyinin içinə qoydun. Düşmənləri dəf etmək üçün 30-cu ayəni müşk və zəfəranla yazıb yanında saxlamalısan. Düşmənləri məğlub etmək üçün 31-ci ayəni yazıb yanında saxlamaq lazımdır. Cin vurmuş şəxs 32-ci ayəni yazıb yanında saxlamalıdır. Cüzam və alalıq xəstəliyini dəf etmək üçün 33-cü ayəni müşk və zəfəranla yazıb yanında saxlamaq lazımdır. Dilləri bağlamaq üçün, yəni sizin haqqınızda pis danışan insanların Dilləri bağlamaq üçün 34 və 35-ci ayələri yazıb qiymətli daşın altına qoysan. Yəni yazandan sonra evdə qızılın, brilyantın, əqiqin, nəsə belə bir şey varsa bunun altında qoyursan qalır. Qəbrin sıxmaması üçün, yəni qəbr əzabı olmaması üçün 36-cı ayəni meyidin kəfəninə yazmayı lazımdır. Məxluqatı ram etmək üçün 37-ci ayəni hər gün xəlvətdə oxumaq lazımdır. Düşməni ram etmək üçün 38-ci ayəni oxumaq lazımdır. Dəliliyə qarşı 39-cu ayəni yazıb dəlinin boynuna asmaq lazımdır. Cümə gecəsi 40-cı ayə 7 dəfə oxunsa, hacət yerinə yetər. Siratdan asan keçmək üçün yaşayarkən davamlı olaraq 41-ci ayəni oxumaq lazımdır. 3 gecə müddətində hər gecə 30 dəfə 42-ci ayə oxunsa, Peyğəmbər sallallahu aleyhi və səlləmi yuxuda görə bilərsən. Kim 43-cü ayəni 100 dəfə oxusa, kamil imanla dünyada gedər. Hər kəs 44-cü ayəni davamlı olaraq oxusa, nicat tapar, cənnətə gedər. İşlərin yaxşı getməsi üçün davamlı olaraq 45-ci ayəni oxumaq lazımdır. Kim həmişə 46-cı ayəni oxusa, heç kəsə möhtac olmaz. Hər kəs həmişə 47-ci ayəni oxusa yaşayarkən, qəbir sualı onun üçün asan olar dünyasını dəyişəndən sonra. Kim 48-ci ayəni özü ilə gəzdirsə, suda batmaqdan qorunar. Yəni dənizdə işləyənlər üçün faydalıdır bu. Kim 49-cu ayəni özü ilə gəzdirsə, insanların nəzərində pis olmaqdan amanda qalar, daşqalaq olmaqdan amanda qalar. Qəribə sirləri açmaq üçün 50-ci ayəni oxumaq lazımdır daima. Kim 7 dəfə salavat göndərib 51-ci ayəni oxusa, muradına çatar, arzusuna. 52-ci ayəni duza oxuyub oda atsalar, cəmaatın ona qarşı diliyi bağlanar. Düşmənin zərərindən qorunmaq üçün 53-cü ayəni oxumaq lazımdır. 54-cü ayəni davamlı olaraq oxumaq ədalətli olmağa səbəb olar. 55-ci ayəni dördlük cədvəlinə yazıb yanında saxlasalar, sancan heyvanlardan qorunar. 56-cı ayəni yanında gəzdirən şəxs heç kimə möhtac olmaz və zalimların əlinə düşməz. Kim 57-ci ayəni yanında saxlasa, ömrü və malı bərəkətli olar. Kim 58-ci ayəni həmişə oxusa, şəhədlərin savabından bəhrələnər, ömrü uzun olar. Hər kəs cümə axşamı başlayaraq 15 gün müddətində hər gün 818 dəfə oxusa, hacətinə çatar. Eləcə də hacətdən ötürü dəstəmazlı halda bir dəfiyə və diqqətlə 1470 dəfə oxusa, fayda verər. Kim davamlı olaraq 59-cu ayəni oxusa, 1000 dəfə Quran oxumuş kimi sayılar. Cəmaatın nəzərində əziz və hörmətli olmaq üçün 60-cı ayəni cədvələ yazıb yanında saxlamaq lazımdır. Bunu edə bilməzsiniz siz. Cədvəli, yəni onu salmağın qaydası var, bunları bilmirsiniz. Cəmaatın nəzərində əziz və hörmətli olmaq üçün 60-cı ayəni cədvələ yazıb yanında saxlamaq lazımdır. Kim 61-ci ayəni oxusa, həmzad ondan qorxar. Xüsusilə yeni evlənən xanımlar, evladı olmayan xanımlar bunu etsin. Kim 61-ci, yəni həmzad ona uzaqlaşsın.
Hər kəs davamlı olaraq 62-ci ayəni oxusa nicat tapar, ölərkən cənnətə gedər. 63-cü ayəni meydin kəfəninə yazsalar, əzabdan və qəbrin qaranlığından qorunar. Dünya zərərlərindən qorunmaq üçün 64-cü ayəni daima oxuyun. İshala qarşı mədənin pozulması, qarın ağrısı 65-ci ayəni yazıb suyunu içmək lazımdır. Tənəffüs xəstəliklərinə, yəni ağciyər, bronx xəstəliklərinə qarşı 66-cı ayəni yazıb yanında saxlamalısan. Şeytanın vəsvəsəsinə qarşı hər gün 3 dəfə 67-ci ayəni oxumaq lazımdır. Əgər bir nəfər çox qusursa, yaxud quluncu varsa, bu və sonraki ayəni yazıb suyunu içsə sağalar. Fəqirliyi aradan aparmaq üçün hər səhər 68-ci ayəni oxumaq lazımdır. Yəni kasıbçılığı aradan aparmaq üçün xüsusilə bundan bağlı diqqət edin. Göz ağrısı üçün 69-cu ayəni 70 dəfə gözə oxuyub üfürmək lazımdır. Sidik kisəsindəki daşlara qarşı 70-ci ayəni müşk və zəfəranla yazıb suyunu içmək lazımdır. Vərəmə qarşı 71-ci ayəni 3 dəfə yazıb suyunu içmək lazımdır. Qadınların və heyvanların südünün çoxalması üçün 72-ci ayəni yazıb onlara bağlamaq lazımdır. Uşaqların ağlağan olmasına qarşı 3-cü ayəni yazıb uşağının üzərinə qoymalısınız. Cüzam və xora xəstəliyinə qarşı 74-cü ayəni yazıb suyunu xəstənin üzərinə səpmək lazımdır. 75-ci ayəni meydin kəfəninə yazsalar qəbr əzabından qorunar. Övlad istəmək üçün 76-cı ayəni cədvəl şəklində ceyran dərisinə yazıb yanında saxlamalıdır. Qəşş etməyə qarşı 77-ci ayəni qara pambıq parçaya yazıb yanında saxlamaq lazımdır. Yəni epilepsiyası, sudurqası, ürək getməsi olan şəxsdə qara pambıq parça götürün, işlənməmiş. Və həmən bu 77-ci ayəni onun üzərinə yazıb yanınızda saxlayın. Həzrəti Əli əleyhissalam buyurub, 77-ci ayədən axıra qədər, yəni Yasin surəsinin axırına qədər yazıb boynundan assan, sümük ağrısından amanda qalarsan. Yəni diş, əl, ayaq xuşsuzluğa qarşı 78-ci ayəni 70 dəfə oxuyub, yanda həmçinin yazıb saxlamaq lazımdır. Göz ağrısı üçün 79-cu ayəni yazıb yanınızda saxlamaq lazımdır. Düşmənləri uzaqlaşdırmaq üçün 80-ci ayəni pak gilə yazıb suya atmaq lazımdır. Gil palçıq götürürsünüz, quruyur, lövhə halında. Bu ayəni yazandan sonra aparın, atın suya. Düşmənlərin gözünə görünməmək üçün 81-ci ayəni oxumaq lazımdır. Yəni sən diqqətlərindən qaçasan onların daima. Qırmızı yelə qarşı, yəni vasvaleniyalara qarşı 82-ci ayəni kağıza yazıb həmən yerə bağlamaq lazımdır. Hacətlərin yerinə yetməsi üçün 83-cü ayəni daima oxumaq lazımdır. Burada yazılanlar Zədul Məad kitabındandır. Lakin Yasin surəsinin xüsusiyyətləri deyilənlərdən də çoxdur. İmam Sadiq əleyhissalam belə buyurmuşdur. Yasin Quranın qəlbidir. Onu oxumaq qorunmağa, ruziyə, cənnətə daxil olmağa səbəb olar. Zalimlər arasında ayrılıq salmaq üçün, yox bunu oxumayaq. Yəni kimlərinsə arasında ayrılıq salmaq üçün istifadə edənlər olar. İnşallah ki bir faydası olar. Kimin çətinliyi, müşkülü ilə bağlı hər hansısa kiminsə bir sualına inşallah ki cavab tapmış olar bu ayələrin xüsusiyyətlərində. İzlədiyiniz üçün çox sağ olun. Allah əmanət olun.